Yəni plata bu cürdür. Sonra bəzi izləyicilər var ki, baxır, platanı dəyişdin. Ay nə bilim, neynədin? Salam dəyərli izləyicilər. İzləyicilərdən biri yaxınlaşıb pultu düzəldə bilməyiblər. Bir də neçə dənə pult var, klub işlədir. Üçünü düzəltmişəm. Yerdə qalıb. Bir dənəsi qalıb. Açıb baxmamışam elə, yanmır, plata xarab. İndi bunu açacağım və axırdan nəticəni göstərəcəm sizə. Burada problem bu çipdədir deyə, baxın görürsünüz burada qaralma var. Bu çip dəyişiləndən sonra inşallah işləyəcək və dəyişəndən sonra sizə də göstərəcəm. Yəni plata bu cürdür. Sonra bəzi izləyicilər var ki, baxır, platanı dəyişdin. Ay nə bilim, neynədin? Ha burada nə işarə qoyum ki, görəsiniz ki, yəni plata dəyişilir. Məsələn burada belə bir işarə atdım. Həmin platanın da çipini var, bu çip dəyişiləcək və ondan sonra da arxa çipdə də bəzi qaralmalar var, bilməm görə bilirsiniz yoxsa yox, daşıyıb onun çipində. Bu biraz təmizlənəcək, amma dəyişilməyəcək. Ondan sonra da işləyə olduğunu sizə göstərəcəm. Əvvəlcə göstərim platanın vəziyyətini. Baxın, şnur burada qoşuludur. Ancaq toka taxırıq, pusk vermir. Tok gəlmir. Bu çipi dəyişəndən sonra inşallah işləyəcək. Baxın əziz izləyicilər, həmən çip qaldırıldı və bu götürdüyümüz, üstündən götürdüyümüz çipdir. Görürsünüz nə vəziyyətdədir. Bu da çipin alt hissəsidir. Bura təmizlənəndən sonra görürsünüz, burada ayaqlar da yoxa çıxıb və ayaqlar təzədən bərpa olunacaq. Sizlərə də çəkib göstərəcəm.